Pep Guardiola doğrudanmı tükənib, ya bu müvəqqəti çətinliklərdir? Əlbəttə ki, Manchester City-dən Rodri konteksti olmadan danışmaq olmaz, lakin bu o qədər çeynənmiş, danışılmış bir mövzudur ki, biz danışmaq istədiyimiz mövzu olaraq onu yox, Omar Marmuşu seçmişik. Amma Marmuşdan öncə gəlin City-dən ümumiyyətlə bir qısa kontekst verək. Necə oldu ki, bu qədər effektiv şəkildə idarə olunan bir komanda belə bir vəziyyətə düşdü? Və bu vəziyyəti əlbəttə ki, dekabrda, noyabrın sonunda fikirləşmək olardı ki, bu təsadüfdür. Lakin mövsüm getdikcə görürük ki, bu heç bir təsadüf deyil. City dəfələrlə oyunun sonunda bir növ tükənir. O oyunun sonunda oyunları uduzur. Madridlə ev oyunu, Manchester Unitedlə ev oyunu və ya özü səviyyəsində bir rəqiblərə, Liverpool'a evdə, Madriddə səfərdə çox rahatlıqla elə birinci hissədə bütün oyunu uduzur. Bu əlbəttə ki, City üçün belə qara bir trenddir və Pep Guardiola üçün ən böyük bir çətinlikdir. Çünki karyerası boyunca belə bir çətinliyə üzləşməyib. Bunun cavabı isə City-nin pikindədir. 2022-də Pegistrian, hansı ki City-dən bu ilin mövsümün sonunda ayrılır. O öz intervyusunda belə bir məqama toxunmuşdu ki, 2022-ci il, hələ 21-ci ildə 2022-ci ilin yayı City-də ciddi islahatlar dövrü idi. Həmin dövrdə bir növ öz karyerasının pikini 30-un üstünə keçən oyunçular var idi. Həqiqətən 30-a yaxınlaşan, məsələn üçün Kevin De Bruyne idi. Bunların arasında İlkay Gündoğanı demək olar, Kyle Walker və eyni zamanda Cole Palmer kimi, Oscar Bob və ya Rico Lewis kimi cavan potensiallı oyunçular da var idi. Və plan var idi ki, bir növ qocaları, veteranları bir yavaş-yavaş orqanik olaraq cavanlarla əvəz eləmək. Öz akademiyasında olmayan oyunçuları isə, bu arada City akademiyası möhtəşəmdir. Oyunçuları isə transferlə komandaya cəlb eləməkdir. Lakin 2022-ci ildə nə baş verdi? Əlbəttə ki, 2022-ci ildə City uzun müddətli Çempionlar Liqasının arzusuna yetişdi. Özü necə qovuşdu? Treble eləməklə. Və bundan sonra komandanın bir növ əsas mastodonları, əsas oyunçuları, yaşlı oyunçuları belə deyək, komandadan kontraktını uzatmağını istədi. Əlbəttə ki, rəhbərlik də bu jesti elədi. Çünki ən böyük missiya yerinə yetirilmişdi, özü çox effektiv şəkildə. Lakin nəticədə ya cavan oyunçular, misal üçün Cole Palmer ən bariz nümunəsidir, komandanı tərk elədi və eyni zamanda da ki, lazım olunan transferlər olunmadı. Nəticədə City 22-ci ildən sonra transferi kim idi? Yayda City-nin transferi İlkay Gündoğan idi, amma 2 il daha qocalmış versiyası və City bir növ o qədər də ciddi transferlər etmədən mövsümə girmişdi. Üstəlik çox fundamental Julian Alvarez itirmişdi və bu City-yə bu mövsüm boyu çox baha başa gəlir. İndi Abdülkadir Xusanovu, Özbəkistan futbolçusunu City müdafiə almaqla Pep istədiyi o 6 mərkəz yarım müdafiəçisi formatını yaradıb, onların arasından müxtəlif keyfiyyətlərinə görə istənilən halda 4-ünü seçmək bir növ lüksuna sahib olmaq istəyir. Eyni zamanda Rodri qayıdandan sonra da xüsusilə maraq doğuracaq bir futbolçu Nico Gonçalvesdir. Çünki Nico Gonçalves 8-6 mövqeyini çox yaxşı yerinə yetirir və gözləntimiz odur ki, Rodri tam özünü bərpa edəndən sonra onunla ikisi yarım müdafiədə ən möhtəşəm double pivotu formalaşdıra biləcəklər. Və komandaya Savinho tam inteqrasiya olunub, amma bayaq dediyimiz kimi biz bu dəfə Omar Marmuşdan danışmaq istəyirik. Çünki bizə görə Omar Marmuş ən maraqlı keyfiyyətlər kompleksi verən bir oyunçudur və niyə görə Omar Marmuş göründüyü kimi sadəcə olaraq sol cinaha və ya ikinci hücumçu kimi sadəcə olaraq inteqrasiya deyil və bu Pepin gələcəkdə City-nin necə dəyişib, necə mükəmməlləşdirmək istədiyinə açarlardan biridir. Deməli, aydındır, gəlin bunun dərininə getməyək. City klassik olaraq 4-2-3-1 oynayır. Omar Marmuşun əgər Eintrachtdakı mövsümünə baxsaq, Marmuşun əsas mövqeyi ya mərkəz müdafiəçisi olub və onun karyerası ərzində sol winger funksiyası da var idi. Eintracht öz oyununu əks hücumlar üzərində qurur. Omar Marmuşun komfortlu hiss etdiyi mövqe sol wingdən içəri girmək idi. Mərkəz hücumçu bir növ əgər Haaland zədələnməzsə o rolda oynamayacaq və nəzərə alaq ki, bu gələcəyə edilmiş bir investisiyadır. Əlbəttə ki, Pep Guardiola Haalandın əvəzi olaraq onu almayacaqdır. Marmuşun daha dərin rolu var. Dərin rolu nədir? Soldan oynayan, sol winger mövqeyində oynayan dərin link-up, yəni ki, birləşdirici, Haalandı birləşdirici bir oyunçudur. Bunu daha illüstrativ görmək üçün gəlin City-nin hücum planını göstərək. City-nin ən böyük problemlərindən biri Haalandın nə qədər möhtəşəm hücumçu olsa da, onun topa çox az toxunmasıdır. Məsələn, 9 toxunuşa 2 qol vuranda heç kim əlbəttə ki, heç bir şey deyə bilməz, amma böyük oyunlarda dəfələrlə Haaland çox effektiv şəkildə izolyasiya olunurdu. Məsələn, bu screenshota baxaq, bu şəklə baxaq. Gördüyünüz kimi Haaland
öz cərimə meydançasına toxunduğu qədər rəqib cərimə meydançasında, yəni cəmi 2 dəfə topa toxunub və bu City-nin Haalandın bir növ qol quraqlığı hardansa noyabrdan sonra başladıqdan sonra o qarşılaşdığı ən böyük problemlərdən biridir. İndi isə gəlin bu istilik xəritəsinə baxaq. Bir tərəfdən bayaq dediyimiz kimi Marmuş sol winger rolunda oynayır və soldan hücuma gedir. Ona görə də onun sol winger mövqeyindəki qırmızı xətt, yəni istilik xəritəsi təbiidir, orqanikdir. Burada heç bir problem yoxdur. Lakin mərkəzdə olan aktivliyi çox belə bir ilk baxışdan biraz qəribə gəlir. Çünki adam sözün klassik anlamında qapısına qayıdan winger tipajı deyil və qapısına qayıdıb getsək də onun istilik xəritəsi elə olmazdı. Bunu necə interpretasiya edək? Bunu necə başa düşək? Bunu başa düşmək üçün ilk öncə buna baxmalıyıq. Deməli, bu bir qədər xaotikdir, amma mən sizə nəyə göstərmək istəyirəm? Burada bu oyunçu Marmuş deyil, bu oyunçu Joshko Gvardioldur. Yoşko Gvardioldur, belə deyək, sonra deməyəsiniz ki, adını düz demədik. Bu isə Ömər Marmuşdur. Gördüyünüz kimi Marmuş cinahdan yarım cinaha yer alıb və Marmuşun iki funksiyonalı var. Bir, cinahdan hücum eləmək. Amma ikinci və bizim indi danışacağımız və Pepin bizim fikrimizcə ona can atır. Yəni, yəqin ki, müəyyən müddətin sonra bunu daha da bariz görəcək. Marmuşdan Haalandla link-up, əlaqələncə oyun qurma cəhdidir. Misal üçün, baxın burada Chelsea ilə oyun, ümumiyyətlə Chelsea ilə oyuna həm Chelsea-nin çatışmazlığı, həm də ki Manchester City-nin yeni formatda oynamaq cəhdləri və hansını ki uğurlu şəkildə həyata keçirmişdi. O baxımdan 2 dəfə oyuna baxmışam ki, hər halda onu daha dəqiq analiz etmək mümkün olsun. Burada görürsünüz hücumda Manchester City hücuma keçmək istəyir və burada Marmuşla Haaland eyni xəttədir. Baxın, burada da Marmuş sol cinahda dediyimiz kimi bu rolda Joshko Gvardioldur və açılmış boşluğa uzun pası gözləyən Marmuşdur. Belə ki, Marmuş özünə oyunçunu çəkir, bununla da Haalandın üzərində olan yükü azaldır. Daha bir başqa bir epizodda biz görürük ki, yenə də Marmuş Haalandın mövqeyinə adaptasiya olur ki, baxın o iki müdafiəçinin arasına girib beləliklə onların birinin diqqətini cəlb etsin. Nəticədə Haaland birə-bir qalsın. Həmin oyunda Chelsea Enzo Maresca çox riskli futbol oynadığından bu daha bariz şəkildə gözə çarpdı və Chelsea-nin bir növ City-nin çox daha asan oldu. Amma yaxşı illüstrativ nümunəvi bir oyun oldu. Digər bir nümunə isə burada Marmuş həm uğurlu şəkildə Haalandla link-up etməklə eyni zamanda özünə diqqəti cəlb edir. Misal üçün, buradakı Haaland belə deyək, sağa meyl eləyir, Marmuş düz cərimə meydançasına girir. Bununla da özünə diqqəti cəlb eləməklə Phil Foden'in qabağındakı alanı, meydanı da boşaltmış olur. Məsələn üçün, City-nin Chelsea-də daha bir nümunəsi. Baxın, burada Marmuşa pasdır, Marmuş atır pası Phil Foden'a. Həmin epizodda Phil Foden qolu vura bilmir, amma yenə də Pep Guardiola'nın düşüncəsi necə ilk ştrixləridir. Yenə dediyim kimi Madrid oyunları olub, Liverpool oyunları var ki, hansı ki bu uğursuzluğa uğrayıb. Amma Pepin əsas məqsədi odur ki, Marmuşu Haalandla link eləməklə, kömək eləməklə, sol winger, sadəcə olaraq doku və ya Jack Grealishdən fərqli olaraq Marmuş həm də Haaland üçün məkan boşaldır. Bununla da özünə diqqət cəlb etməklə Haaland üçün məkan boşaltmağı eyni zamanda Phil Foden'a bir növ space, məkan açmış olur. Ona görə də mövsümün sonuna qədər buna diqqətlə izləməyə çalışın. Əlbəttə ki, istisnadır o vaxt ki, Haaland zədələnir, Real Madrid olduğu kimi və ya Newcastle olduğu kimi və Marmuş sırf hücumçu mövqeyində oynayır, onda köhnə hamam, köhnə tas. Və sizin fikrinizcə Pep gələn ilə etdiyi transferlərlə və ya hətta edəcəyi transferlərlə yenidən Premier Liqanı və ya ən əsas Çempionlar Liqasını geri qaytara biləcəkmi sizin üçün?